Bugünkü birinci sualımız üçbucaqlar mövzusuna aiddir. Bizə verilib ki, ABC bərabər tərəfli üçbucaqdır. Onda bütün bucaqlar 60 dərəcədə bilirik. Daha sonra verilib ki, AD'nin DC'ye nisbəti 1-in 3'ə nisbətdir. AD'yə x, DC'yə 3x yazıram ona görə. DY parçası da BC-ni yarıya bölür. Yəni BY də YC-yə bərabərdir. Bizə DY-nin uzunluğunu 2 kök 7 verir və ABC'nin perimetrini istəyir. Əvvəlcə burada fikir verməliyik ki, AD-ni x, DC-ni 3x işarə edildikdən sonra üçbucağın bir tərəfi 4x olur, AC 4x olur. Bayaq da demişdik ki, bu bərabər tərəfli üçbucaq olduğuna görə bütün tərəflər 4x-dir. Onda Y orta nöqtəsində bölünəndə hər tərəfinə 2x düşür. BY də 2x-dir, YC də 2x-dir. İndi YDC üçbucağına baxıram. Bir tərəfi bilirəm 2 kök 7, digər tərəflərinə nisbətən bilirəm 2x1-dir, 3x1-dir və 60 dərəcəlik bucaq var 2x və 3x-in arasında. Bu halda nə edə bilərəm? Kosinuslar teoremini tətbiq eləmək olar. Kosinuslar teoremin YD tərəfi üçün yazsam, necə olacaq? YD-nin kvadratı bərabərdir YC-nin kvadratı üstəgəl DC-nin kvadratı çıx 2YD DC vur kosinus 60 arasında qalan bucaq. Yox, YC DC vur kosinus 60. İndi verilənləri yerinə yazsam, YD-nin kvadratı eləyəcək 28, YC-nin kvadratı 2x-in kvadratı 4x kvadrat, DC-nin kvadratı 9x kvadrat. Kosinus 60 2'də 1'dir, 2 ilə vurulur və bizdə yalnız YC vur DC qalır. YC-ni də DC-yə vuranda 6x edir, 6x kvadrat edir. Buradan tapıram ki, 7x kvadrat bərabərdir 28, onda x-in 2 olduğunu tapa bilirəm. X 2-dirsə, AC tərəfi 4x olduğuna görə olur 8. Ümumi perimetrdə tapanda bir tərəfi 3'ə vurub tapmalıyıq. Bu da eləyir 3 vur 8, yəni 24. Deməli, tərəflərin nisbətini tapdıqdan sonra kosinuslar teoremini həll etmək olar. İndi ikinci sualda bizə tənlik verib 3 böl x kvadrat üstəgəl x üstəgəl 1 bərabərdir 3 çıx x kvadrat çıx x. Belə tənlikləri birbaşa vurma ilə həll etmək çox çətindir. Ona görə də mən əvəz etmək edirəm. X kvadrat üstəgəl x, buna bir t deyirəm. Niyə? Çünki bu həm burada var, həm də burada qarşısında mənfisi ilə var. Olur 3 bölünsün t üstəgəl 1 bərabərdir 3 çıx t. Tərəf-tərəfə vursam, olur 3 bərabərdir 3 çıx t kvadrat çıx t üstəgəl 3t. 3'lər gedir, hamısını digər tərəfə atıram. Olur t kvadrat çıx 2t bərabərdir 0. Buradan da t'nin 0 və 2 olduğunu tapa bilirəm. T əgər 0-dırsa, bayaq t'yə x kvadrat üstəgəl x ilə əvəz eləmişdim t'ni, onda bərabər 0 olur. İndi bu halda x kvadrat üstəgəl x də bərabər olur 2-yə. Bax, 2-ni digər tərəfə keçirsək, çıx 2 bərabər 0. Bizdən tənliyin köklərinin cəmini soruşur. Görürük ki, bu halda 2 kök, bu halda da 2 kök var. Ümumi, yəni 4 kökün cəmini tapmaq üçün ayrı-ayrılıqda buradan və 7-dən istifadə edib, x1 üstəgəl x2-nin x-in əmsalının mənfisi, yəni mənfi 1, buradan da eyni şəkildə x1 üstəgəl x2-nin x-in əmsalının mənfisi, yəni mənfi 1 olduğunu tapa bilirəm. Bütün köklərin cəmi də mənfi 1-in üzərinə mənfi 1-i gələndə mənfi 2 olduğunu tapmaq olar. Deməli, bu sualdan həll etmək üçün ən əsas addım x kvadrat üstəgəl x-i hər iki tərəfdə ortaq olduğunu görüb, onu t ilə əvəz etmək.